Salam, Əlçatan Texnologiya kanalının izləyiciləri, mən Vəliyyəddin, sizin hamınızı salamlayıram dostlar. Dostlar, bugün sizlərə Honor 400 telefonunun incələməsini oradan sizə təqdim edəcəyim dostlar. Mən istifadə etdiyim bu 2 ay müddətində heç də telefondan narazı qalmadım. Çox yaxşı telefondur. Bizim istifadəmizə də yararlı telefondur. Mağazadan alıb gətirəndə arayüz Magic 9 və Android 15 ilə qutudan çıxır. Amma onu da deyim ki, Android 16, Magic 10 isə hal-hazırda gözləmədədir və siz onu vurub güncəlləyib Android 16, Magic 10 səviyyəsinə yüksəldə bilərsiniz dostlar. Arayüz biraz Samsung və Xiaomi Redmi-dən fərqlidir dostlar. Belə ki, arayüzündə dəyişiklik etmək mümkündür. İstər proqramların rəngini dəyişə bilirik, proqramları 4-6 olaraq ramka şəklinə sala bilirik. Ekran arayüzündə çox seçənəkləri var Honor 400-ün və indi isə mən ekran düzənləməni sizlərə göstərim dostlar. Ekran düzənləməyə də belə giririk. İki barmağımızı birin sağa, ekranın sağına, birin soluna qoyuruq və qasi kimi yığışdırıb ekran ortasında yapışdırırıq bir-birinə və ekran düzənləmə açılır hal-hazırda. Varsayılan ekran ayarlayın seçildi. Hal-hazırda ekran düzənləməyə girdi dostlar. Baxın, ekran düzənləmədə nə var? Birinci Hava durumu. Duvar kağıdı ve stil. Kartlar düğme. kartlar var. İkinci Duvar kağıdı ve stil düğme. duvar kağıdı və stili var. Ayarlar düğme. Və bir də ekran ayarları var dostlar. Buradan ekranınızı ayarlayıb duvar kağıdı və stildən isə ekrana müxtəlif şəkillər qoymaq mümkündür. Kartlarda isə dediyim kimi ekranda olan proqram ikonlarını ramka şəklinə, məsələn, deyək ki, ekranın düz soldan sağa düzülüşündə məsələn 1, 2, 3 ramkaya çevirə bilirsiniz və o 3 ramkanın hərəsində də 6 proqram ikonu yerləşə bilir. 4 və 6. 4 də etmək olur, 6 da etmək olur. Buradan düzəldə bilərsiniz. Buradan geri çıxırıq dostlar. Honor başlangıç ekranı. Onu deyim ki, ekran düzənləmədə bir çox seçənəklər mövcuddur. Yəni çox video uzanmasın deyə tam detallarına girmirəm dostlar. Dostlar, yəni bu sonlarda Samsunga da gəldi təbii ki. Baxın, ekranın sağından Kontrol merkezi. çəkəndə kontrol mərkəzi, Application servisi diyor. Honor başlangıç ekranı. solundan çəkəndə bildirim mərkəzi olaraq çıxır qarşımıza və bir də bunu sanal tuşların yerinə də qoymaq olur. Yəni bir sanal tuşların yerində olan ikonlar kimi onu da əlavə etmək olur dostlar. Və ayarlara giririk. Ayarlar. Ayarlara giririk dostlar. Ayarları Xiaomi Redmi-yə bənzəmir, Samsunga bənzərliyi var. Xiaomi-də, Redmi-də olduğu kimi ek ayarlar deyilən bir sistem klasörü yoxdur və yeni aşağı bir göstərim. 17 uygulamalar 6. Tamamilə başdan göstərim. Ara. Bir Veliyeddin Honor kimliği. Və bu Honor kimliyi başda çıxır və ora öz adresunuzu, Gmail-unuzu yaza bilərsiniz, istəyirsiniz yazmaya da bilərsiniz. Yəni o sizin şəxsi işinizdir. 5 Wi-Fi kapalı. Wi-Fi olduğunu göstərir, bağlı açıq. 6 Bluetooth kapalı. Bluetooth, 7 mobil ağ. mobil ağ var. Onu da deyim ki dostlar, Wi-Fi 5.2 mi, 3 mi belə bir şeydir. Bluetooth elədir. 8 Honor Connect. Honor Connect var. Burada nə edirik dostlar? Bu da deyək ki, qarşı tərəfə cihazlara bağlantı üçün bir seçənəkdir. 9 TV bağlantılar. Digər bağlantılar var. 10 Honor AI. Honor AI var. Bu da süni zəka ilə bağlıdır. Yəni yapay zəka ilə bağlı olan sistemdir. Orada telefonumuzun daxilində olan seçənəkləri, planları hamısını bizə şəkilləndirərək bizə çatdırır və bir çox seçənəklər var orada dostlar. Honor AI tam bir ağıllı zəka bir sistemidir. Şəkillərdə, videolarda, proqramlarda, bir çox yerlərdə bu süni intellekt işimizə yarayır. Bundan da istifadə edə bilərsiniz. Honor'un Samsung'dan və yaxud da ki, Xiaomi-dən ayıran əsas özəllik budur ki, süni intellekt içəriliyində çoxdur. 11 başlangıç ekranı ve stil. Başlanğıc ekranı və stil bildiyiniz kimi də buradan da ekranımızın rəngini, deyək ki, Başlangıç ekranı ve stil. stilini dəyişmək olur. 2 temalar. Temaları dəyişə 3 bilərsiniz. aktif 4 sihirli resimli belge. Sehirli rəsmli bəlgə falan. 3 aktif bekleme ekranı. 2 temalar. Aktiv bəşləmə ekranını buradan bağlayıb aça bilirsiniz. Bir çox seçənəklər var dostlar. Buradan o seçənəklərdən girib o sistemləri bağlayıb aça bilərsiniz və yaxud da ki, işinize yarayırsa təbii ki, bunları aça bilərsiniz. İşinize yaramırsa bağlaya bilərsiniz. Yeni 12 yaşa ekran ve parlaklık. ekran və parlaqlıq. Burada nə edirik? Bildiyimiz kimi ekran və parlaqlıqdan da ekranımızın işığını artırıb azaltmaq olur. Oradan avtomatikə qoymaq olur. Ekran sürətimizi oradan dəyişirik. Onu da deyim ki, Honor'da Samsung və Xiaomi-dən, Redmi-dən fərqli olaraq 3 seçənək mövcuddur. Necə 3 seçənək mövcuddur? Bir optimallaşmış bir seçənək var. Deyək ki, 1-dən 120-yə qədər yenib qalxa bilir. İstədiyi yerdə yenir, istədiyi yerdə qalxır. İkincisi olan 60-dır və üçüncüsü olan isə sırf 120-də aşağı düşmür.
Pastanı telefonumuz 120 sürətle işləyir. Yenilik aşağı olsa 13 Honor göz konforu ekranı. Honor göz konforu deyir. Bu da deyək ki, Samsung üçün başqa bir adla adlanaraq gedir. Honor'da ayrı, Xiaomi'də ayrı, Redmi'də ayrı olaraq gedir. Bu da gözlə bağlı bir seçənəkdir. 14 ses ve titreşim. Səs və titreşim dostlar. Buradan telefonunuzun səsinin titreşimini, mesaj səslərini, toxunma səslərini, hamısını buradan dəyişə bilərsiniz. 15 bildirimler ve durum çubuğu. Bildirimlər və durum çubuğu. Bunu da sizə telefonunuza gələn bildirim və bildirimlərə aid olan sistemlə bağlıdır. Onu da buradan qurub, söndürüb və yandıra bilərsiniz. 16 biyometri ve şifreler. Biometri və şifrələr, yüz tanımadır, barmaq izidir, şifrədir. Hamısını buradan idarə edə bilirsiniz. 17 uygulamalar. Bu da telefonunuzda olan proqramların buradan silinməsidir və yaxud da ki, başqa bir ikinci proqramın bir proqramı kopyalamaqdır filandır oradan. Bunları qura bilərsiniz. 18 pil. Və bu telefonunuzun batareykası ilə bağlı bir seçənəkdir dostlar. 19 depolama. Yəni bu telefonunuzun yaddaşı ilə bağlı bir seçənəkdir. Oradan telefonunuzun yaddaşına baxa bilərsiniz. 20 güvenlik ve acil durum. Güvənlik və acil durum. Bildiyiniz kimi bu da telefonunuzun güvənliyi və ilə bağlı onun bir seçəneğidir. 21 güvenlik ve gizlilik. Güvənliklə gizlilik və buradan da telefonunuzun güvənliyin və gizliliyini buradan idarə edə bilərsiniz. 22 konum. Konum var dostlar. 23 dijital denge ve ebeveyn denetimleri. Artıq bunlar da bütün telefonlarda olan bir seçeneklerdir. 24 Honor cüzdan. Honor cüzdan var. 25 erişilebilirlik özellikleri. Erişebilirlik özellikleri. Bunu buradan size tam göstereceğim dostlar. Çünkü Erişilebilirlik özellikleri. bizi tam maraqlandıran bir sistem olduğuna göre. Bakın dostlar, tam başta Bir erişilebilirlik. erişebilirlik deyir. Bizi əsasən maraqlandıran hissə buradır. Erişebilirlik dediği bu seçenekdir. Və üzərinə tıklayırıq və yenilik aşağı. Düğme. 2 talkback kapalı. Torpek var dostlar. Üstünde güçlüdür. Bir fərqi var dostlar. Yəni Xiaomi ilə Samsung'dan bunu ayıran, bax bu, burada bir sistem var, bir seçenek var. O deyək ki, bunda Torpekin içəriliyinə inteqrə edilməyib. Bax, Torpek deyil, üzərinə tıklayırıq, yenilik. Kapalı anahtar. Torpekin bağlı olduğunu Talkback göstərir. filigranını göster. Filigran olun, açıb bağlı göstərməsini istəyir. Açık anahtar. 4 divir ayarlar. Bu da Torpek ayarlarıdır. Gördüğünüz kimi burada qısa yol seçeneği yoxdur dostlar. Halbuki bu Samsung'da və yaxud da ki Redmi'də, Xiaomi'də bu deyək ki Torpekin və yaxud da ki Jesun'un başqa bir ekran oxuyucunun içəriliyinə girəndə burada o mövcud olur. Amma burada mövcud deyil. İndi bunun burada mövcud olmaması bizə elə bir düşüncə verməsin ki, yoxdur bunda elə şey. Təbii ki var. Buradan geri çıxırıq Erişilebilirlik. və yenilik aşağı. Talkback kapalı. 3 seç ve dinle kapalı. 4 metin okuma. Ses və dinlə var, mətin oxuma seçənəyimiz var. 6 büyütme kapalı. Böyütmə var. 7 geniş fare işaretçisi. Renk düzeltme kapalı. Renk düzeltme 12 var. ters çevirme performansı etkileyebilir. Ters çevirme Kapalı var. anahtar. 11 animasyonu devre dışı bırak sistemin animasyon efektlerini. Kapalı anahtar. Animasyon. Bunları 13 ekstra loş ekran parlaklığını düşürmek için beyaz noktalar azaltır. Bu kapalı anahtar. 15 yüksek kontrastlı metin. gördüğünüz kimi bax bu seçenekler Kapalı mevcutdur. anahtar. 16 yüksek kontrast düğmesi. Kapalı anahtar. 17 duyma. 18 işitme yardımı. Duyma, eşitme yardımı bunlarla bağlı seçeneklerdir. 19 mono ses dosyası çalınırken kanallar birleştirilir. Kapalı anahtar. Bu bağlıdır. Buna ehtiyac yoxdur. Bu deyək ki, oyun oynayanda başqa bir səslərdə səslərin bir səsin iki dinamikdən eyni vaxtda çıxmasını təmin edir. Əgər bunu işarətləsə elə olacaq. Biz bunu işarətləmirik. Çünki bəzən görürsən ki, var əlimiz aşağı dinamikin və yaxud da ki, üst dinamikin üstünə düşə bilir. Ona görə də bunu işarətləmirik. Dostlar, yeni yaşa. 20 ses dengesi sol ve sağ ses kanallarının ses seviyesi dengelenir. 21 sol sağ. İlerleme. 50 kaydırıcı. 22 altyazılar kapalı. 23 uyarılar için yanıt sönme. Bunlar da bildirimlə bağlı bir ışıq sistemidir. 24 etkileşim kontrolü. Etkileşim kontrolü. 25 erişilebilirlik kısa yolu talkback. Erişebilik gördüğünüz kimi erişebilik kısa yolu. Baxın bax buradan biz dəyişə bilirik. İstər Jesu, istər Torpek və başqa ekran oxuyucunu da bax buradan istədiyimiz kimi qura bilirik dostlar. Yeni aşağı 26 dokunma. toxunma var. Ekran toxunması ilə bağlı bir şeydir. 27 güç düğmesiyle arama kapatma. Güc düyməsi ilə arama kapatma bunun işarətləyirik. Açık anahtar. 29 imleç durduğunda tıkla kapalı. 30 indirilen servisler. İndirilən servislər gəlir. 31 erişilebilirlik menüsü kapalı. Erişebilik menüsü. Bunu istifadə mən etmədiyimə görə bağlamışam. Siz istəsəz istifadə edə bilərsiniz. 32 voice access kapalı. 33 kaydırma çekimi kapalı. 34 AI alt yazı kapalı. AI altı yazı bu da yapay zeka ilə bağlı bir sistemdir dostlar. 35 Windows bağlantısı kapalı. Bu Windows kompüterinizlə olan bir bağlantıdır. 36 skip açık açık. 37 Ceşo Plus açık. Jesu istifadə etdiyimə görə Jesu açıqdır. 38 Ceşo yardımcı hizmeti. 25 erişilebilirlik kısa yolu talkback. Gördüyünüz kimi bu seçenekler mevcutdur dostlar. Erişebilik seçeneğinde
Onu da deyim ki dostlar, bu Honor 400-də məsələn iç-içə çox seçənəklər və klasörlər mövcud deyil. Sıra şəklindədir və onlar sıra şəklində düşür. Seçənəklər hamısı sıra şəklində düşür. İstədiyinizi buradan söndürüb, istədiyinizi yandıra bilirsiniz. Geri çıxırıq. Erişilebilirlik özellikleri. Və burada Bir erişim. 3 tekil modu kapalı. birinci erişebilirliğin girişində nələrin olduğunda Bir erişilebilirlik. nə onu göstərməmişim. Onu da göstərim dostlar, baxın. 3 tekil modu kapalı. Təkər 4 modu kısa var. yollar ve hareketler. Kısa yollar və hərəkətlər var. 5 ekran kaydı. Ekran kayd edicinizdir burada düşür. 6 çoklu pencere. Çoxlu pəncərə 7 var. arama güçlendirme. Arama gücləndirmə var. 8 taşıt tutmasını rahatlatma hareketli bir araçta taşıt tutmasını azaltır. Kapalı. Bu da avtomobillə bağlı bir seçənəkdir. O da bizə lazım deyil. 10 kazara dokunma engelleme telefonunuz cebinizde bir Kaza yandan ile sakin yanlışlıkla işlem dokunma yapılması var. engellenir. Qəza ilə toxunma. Bunu işarətləmək lazımdır. Açık anahtar. 12 programla açma kapama. Proqramla açıb bağlamadır dostlar. Bax bunu istifadə edən də var, içimizdə etməyənlər də var. Bunu istifadə edə bilər. Geri çıxırıq buradan. 25 erişilebilirlik özellikleri. Erişebilirlikdən yenə aşağı. 26 kullanıcılar ve hesaplar. Kullanıcılar və hesablar dostlar. Buradan nə edə bilirik? Kullanıcılar və hesablardan dostlar həm hesablarınızı orada idarə edə bilirsiniz, həm də orada Redmi-də, Xiaomi-də olan ikinci alan sistemini də buradan yarada bilirsiniz. 27 Google. Və Google hesabınız və Google proqramları da buradan idarə etmək olur. 28 sistem ve güncellemeler. Sistem və güncəlləmələr dostlar, bu da mühüm bir seçənəkdir bizim üçün. Ona görə də buradan onu da sizə göstərim. Sistem ve güncellemeler. Sistem və güncəlləmələrdən dostlar, baxın. Bir yazılım güncellemesi. Yazılım güncəlləmənizi buradan yoxlaya bilərsiniz. Yəni buradan telefonunuzu güncəlləyə bilərsiniz. 3 sistem gezintisi. Sistem gəzintisi dostlar, bu da bizim üçün vacib bir seçənəkdir. Ora daxil oluruq. Sistem gezintisi. O nə qədər vacib olduğunu sizə göstərim. Baxın dostlar, Hareketler seçim yapılmadı. hərəkətlər seçim yapılmadı deyir. 3 tuş seçili. Tuş seçili deyir. Bu nə ilə bağlı bir seçənəkdir? Bu aşağıda sanal tuşlarla bağlı bir seçənəkdir. Deyək ki, biz Hareketler seçim yapılmadı. əgər hərəkətləri seçsək, artıq ekranımızın altında olan sanal tuşlar düşməyəcək. Bu da bizlərə biraz çətinlik yaradır. Təbii ki, bu görən insanlar bunu işarətləyirlər, elə istifadə edirlər. Onlara ehtiyac deyil. Onlar müəyyən barmaq hərəkətləri ilə geri düyməsidir, ana səhifə düyməsidir filandır. Bunları etməyi bacarırlar. Amma bizim üçün bunu oradan yox çıxardanda bizim üçün biraz problem yaradır dostlar. Baxın. 3 tuş seçili. Tuş olaraq seçili olmalıdır. Telefonu yeni alanda bu burada Hareketler seçim yapılmadı. hərəkətlər seçili olur. Onu açandan sonra bax bu seçənəyin içinə girib tuş 3 olaraq tuş seçili. seçə bilirsiniz. Ondan sonra yeni aşağı dostlar. 3 Bax tuş burada seçili. Bir gezinti tuşu kombinasyonları. gəzində tuşu kombinasyonları deyir. Bu da sanal tuşun dizilişi ilə bağlıdır. Məsələn, istəyirsiniz deyək ki, burada ana sayfa tuşu birinci yerə düşsün, sonra sıralamasında dəyişiklik eləmək olur və yaxud da ki, o sanal tuşları 1 2 3 4 deyil, məsələn 3 olur burada. Bax məsələn, bunu deyək ki, yeni yaşa. Geri başlangıç ekranı son görevleri seçili değil. Bunu işarətləsək deyək ki, 3 seçənək sanal tuş düşəcək aşağı. 3 son görevleri başlangıç ekranı geri seçili değil. Bunu da işarətləsək 3 seçenek düşəcək, amma biri soldan sağa, biri sağdan sola düşür. 4 geri başlangıç ekranı en son görevleri kontrol merkezi seçili değil. Amma baxın, bu da deyək ki, sağdan sola düşür. Bu isə 5 en son görevleri başlangıç ekranı geri kontrol merkezi seçili. ən son görevlər soldan gəlir. Biri sağdan, biri soldan olaraq bu sanal tuşlar düşür. Və buradan sanal tuşların yerini istədiyiniz kimi qrup düzəldə bilərsiniz dostlar. Buradan yeni aşağı, burada Seçili radyo düğmesi. 6 bir. diğer 7 seçenekler gezinti var. düğmesi. 9 aramak için darlayıcı alma gezinme çubuğuna veya başlangıç ekranı düğümü. Burada Açık anahtar. ya burada artıq bizi maraqlandıran elə bir seçenek yoxdur dostlar. Geri Sistem çıxırıq. ve güncellemeler. Sistem və güncəlləmələr və yenilik 5 aşağı. dil ve giriş. 3 sistem gezintisi. Sistem gəzintisidir. Ona girdik, baxdıq 5 dostlar. dil ve giriş. Dil və 6 giriş tarih ve var. saat. 5 dil ve giriş. 6 tarih ve saat. Tarix və saat var. 8 derece cone. Dərəcə cürun edir. Bu deyək ki, Elnur mətn oxuma bunu belə adlandırır. Amma təbii ki, Google mətn oxuma bunu başqa cür adlandırır. Yəni burada elə bu adla çıxır deyə siz təbii ki, istifadə etdiyiniz ekran oxuyucu ilə bu seçənəyi tapa bilərsiniz. Çünki hərəsi bir cür deyir adına. Bu nə ilə bağlıdır dostlar? Bu telefon deyək ki, sizin məsələn hansısa bir Honor telefonunuzla başqa bir Samsunga telefon içəriliyini tamamilə köçürülməsini təmin edən bir proqramdır. Təbii ki, bu proqram həm burada ayarların içində var, həm də proqram ikonlarında da düşür ana ekranınıza. Yeni aşağı. 9 yedekleme ve geri yükleme. Yedekleme, geri 10 yükleme. sıfırlama. Sıfırlama var. 12 basit mod kapalı. O 14 basit kullanıcı deneyimi iyileştirme. 15 düzenleyici bilgiler. düzenleyici bilgilerdir. 16 başka ayar mı arıyorsunuz soru işareti. Artıq burada bitti, bir şey yoxdur. Geri çıxırıq. 29 telefon hakkında. Telefon haqqında 20 dostlar. Sistem ve güncellemeler. Yox. 29 telefon hakkında.
Telefon haqqında dostlar, telefon haqqında burada telefonunuzla bağlı demək olar ki, bütün məlumatlar var. Prosessoru ilə bağlı, RAM-ı ilə bağlı, bateriyası ilə bağlı. Nə bilim, sizin telefonunuz neçə sim kartlıdır, hafıza kartı varmı, yoxmu? Hamısını burada göstərir. Android sürümünüzü göstərir. Məsələn, Honorlarda deyək ki, Magic arayüzüdür. Magic sürümünüzü buradan göstərir. Buradan baxa bilərsiniz. Baxın, başdan yenirəm aşağı dostlar, baxın. Bir Magic logosu. Magic göstərir burada. Cihaz adı Honor 400. Honor 400 telefon adını göstərir. İşlemci Qualcomm Snapdragon 7 Gen 3. Prosesdir 7 Gen 3'dür. Bellek 8,0 GB bu 8,0 GB Honor RAM Turbo. Bəllayı göstərir dostlar. Onu da deyim ki, yəni burada RAM-ı Samsung və Redmi-də, Xiaomi-dəki kimi artırıb azaltmaq mümkün deyil. Sadəcə RAM-ı açıb bağlamaq olur. Onu artırıb azaltmanı telefonunuz özü təmin eləyir. Yəni istədiyi qədər RAM artıra bilir, istədiyi qədər də RAM azalda bilir. Belə azalda bilir ki, telefonunuzda əgər yer çoxdursa bu 8 GB RAM-ı artıra bilir. Yox, əgər yer yoxdursa bu yendirir, artıq elə standart olaraq 8 GB-də də durur. Yenir aşağı. Silikon karbon pil 6000 watt. Bateriya ilə bağlı dostlar bir seçənəkdir burada verir. Yəni burada bütün telefonunuza aid olan məlumatlar yerləşir. Təbii ki, çox da aşağıda yemirəm, çünki cihazın gizli məlumatları olduğu üçün aşağı yemirəm. Telefon daxili ayarları bunlardan ibarət idi dostlar. Yəni Honor haqqında sizlərə bir incələmə olaraq bir məlumat vermək istədim. Onu da deyim ki, dostlar, çox incə və çox gözəl, çox kompakt bir telefondur. Əl içində hissiyatı çox gözəldir. O qədər ağır da deyil. Bateriyası, onu da deyim ki, 6000'dir. Samsunglarda, Xiaomi'lərdə yəni hələ ki 5000-dən yuxarı keçmir. 5000-dən biraz ola bilər yuxarı keçir. Yəni 6000-ə çatmır. Amma Honor cihazı, Honor şirkəti artıq telefonlarda olan bateriyanı 8000-dən yuxarı qaldırıbdır. Təbii ki, telefonumun şarjı çox gec qutarsın deyə, tez-tez şarja qoymayım deyə insanlar varsa, onlar Honor telefonu alıb istifadə edə bilərlər. Sırf əgər bu bateriya ilə bağlı çox narahatçılıqları olan insanlar alıb istifadə edə bilərlər. Çox gözəl telefondur, əla telefondur. İstifadəsi də çox rahatdır. Dostlar, məndən bu qədər. Sağ olun, sağlıqla qalın. Kanalımızı izləməyi və videolarımızı bəyənməyi də unutmayın. Siz kanalımızı izləyin, videolarımızı bəyənin ki, biz də sizə yeni cihazlar haqqında incələmə məlumatlarını çatdıra bilək. Sağ olun, sağlıqla qalın.